Salam hörmətli izləyicilərimiz, hər kəsə salamlayıram. Saray Əmlak Bazarının düz ana yolunun, mərkəzi yolun üstündə sizə 2 mərtəbəli ev təqdim edirik. 2 sot yarımın içində evimizin də, torpağımızın da paket sənədliliyi biz maklirlər, paket kupcalı vasitəsə olaraqsa xidmət göstərmək, yəni bizim borcumuzdur. Yaxşı evlər, yaxşı insanlara qismət olsun, bu da yaxşı evlərdən biridir. Hörmətli izləyicilər, mərkəzi kanalizasiyanın qıraqı burada gül çiçəkləri əkləyir. Evimizin də hər tərəfinə, bax, avtobuslar düz evimizin yaxınlığından keçir. Baxın, burada gül çiçəklər əkilib, hamısı qaydasında. Baxın, evin ətrafına keçidir. Mən bir dəqiqə, bizim müştərilərimiz var, mərkəzi kanalizasiyaya qoşulub. Baxın, evin ara məsafəsi. Baxın, gəlin, bax, evin hər tərəfinə dolaşmaq olur. O mənim müştərilərim var idi. Deyirlər, ay Cahangir, mənim evin hər tərəfinə keçməli bir ev göstər. Bu evi mən sizə tapmışam, şəxsi tikili evdir. Kombinin yeri burada nəzərdə tutulub, bu havalandırmalara da plastikli qoyulub. Bir də ki, hörmətli izləyicilərimiz, bax, bir dənə də burada geniş əkin sahəsi yaradılıb, düzəldilib. O kürsüsü olmayan evlərlə, bir tutmayan şəkilli evlərlə. Bir marşrut buradan işləyir. Hörmətli izləyicilərimiz, burada evimizin sanuzeli yerləşir. Burada bir dənə mətbəxidir. Buranın aldığı bir vücudmuşdur, xoşuma gəlməli söktürdüm. İndi başqa aldığı vücuduracam. Danışmaq olar dedi qiymətində. Hər şeyi hazırdır, zalıqlarını saxlamışam, beğenmədim. Zəhmət olsa götür. Laminasiya vurulub, hər şey hazırdır. Bir dənə aldığı vurulub, sökülüb, xoşuma gəlmədi. İndi özüm başqa bir aldığı vuruduracam. Dedim, indi ola bilər, dedi, alan gələr, daha saçla qoyma olunur. Kim istəsə, onun zövqünə uyğun bir şey eləmək olar. Sonra indi ikinci mərtəbə ilə tanış olmağa hələ ikinci mərtəbəsində görmüşəm. Sürprizlərimizi gözləyir. Biz də sürprizləri içərilə gözləyirik. İkinci mərtəbə şişdi burada. Bir dənə burada gözəl bir balkonu. Baxın. Balkonlu ev tapmışam sizə. Balkonlu. Allah alana da satana da xeyrin versin. Burada evimizin baxın, böyle bir hissəsi var. Solda beşikdən uşaq yataq otağı, ikinci mərtəbəmizin sanuzeli. Buradan təqdim elədik. Bir dənə yataq otağı buradan. Ümumilikdə 4 yataqlar, ümumilikdə 4 otaqlı 2 mərtəbə. 2 sot yarımda evdir, özünə keyfiyyətli vaxtlarında zəng eləsin, qiymətində razılıq olunacaq.